İranla razılaşma artıq tamamlandı. Hamını təbrik edirəm. Bu sözləri ABŞ prezidenti Donald Trump sosial şəbəkə hesabında yazıb. Bununla mən Hörmüz boğazının maneəsiz şəkildə açılmasına tam icazə verir və eyni zamanda ABŞ-nin hərbi dəniz blokadasının dərhal ləğv olunmasını təsdiqləyirəm. Dünya ölkələrinin gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axmağa davam etsin. Trump bildirib. Qeyd edək ki, Pakistan Baş naziri Abbas Şərif İranla ABŞ arasında razılaşmanın əldə edildiyini və sazişin 19 iyunda İsveçrədə imzalanacağını bəyan edib. ABŞ və İran arasında əldə olunan razılaşmanı bölgəmizdə sülh və sabitliyin təmin edilməsi baxımından mühüm hadisə kimi qiymətləndirir və bunu məmnunluqla qarşılayıram. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan X sosial şəbəkəsində yazıb. İmzaların atılacağı günədək gərginliyi artıracaq bəyanatlardan, təxribatlardan çəkinməyin zəruriliyini, həmçinin mümkün sabotaj cəhdlərinə qarşı ayıq-sayıq olmağın vacibliyini vurğulamaq istəyirəm. Bu nəticənin əldə olunmasında ilk növbədə ABŞ və İran rəhbərlikləri olmaqla vasitəçilik səylərinə görə Pakistana təşəkkür edirəm. Həmçinin Qətər və Səudiyyə Ərəbistanının diplomatik təşəbbüslərə göstərdikləri dəstəyi yüksək qiymətləndirirəm. Türkiyə olaraq bölgəmizdə sülhün və əminamanlığın bərqərar olmasına yönəlmiş bütün addımları dəstəkləməyə, həmçinin diplomatiya və beynəlxalq hüquq prinsipləri əsasında davamlı həll yollarının tapılmasına töhfə verməyə davam edəcəyik, deyə Ərdoğan əlavə edib. Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ və İran arasında anlaşma memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayıb. Bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib. Pakistanın danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək. Bəyanatda qeyd edilib.